Yunanistanın baş naziri Kyriakos Mitsotakis Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, BMT Baş Assambleyası çərçivəsində Prezident İlham Əliyevlə görüşündə bu mövzunu müzakirə etdiklərini vurğulayıb. Mitsotakis həmçinin Yunanistanın maliyyələşdirilmiş təbii qaz idxalı imkanlarını artırdığını bildirib. Bununla belə, o, Azərbaycanın Yunanistan üçün uzun müddətli və etibarlı enerji təchizatçısı olduğunu xüsusi vurğulayıb. Baş nazirin sözlərinə görə Azərbaycanın əməkdaşlıq təkcə iki tərəfli münasibətlərə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə strateji dəstək verir. Əvvəla mən BMT Baş Assambleyası çərçivəsində Prezident İlham Əliyevlə görüşərkən də bu mövzunu müzakirə etmə imkanı əldə etmişdim. Azərbaycanın boru kəmərləri vasitəsilə enerji təhlükəsizliyimizə verdiyi töhfədən çox məmnunuq. Biz bu əməkdaşlığı yalnız Yunanistan səviyyəsində deyil, bütövlükdə Avropa miqyasında genişləndirmə imkanlarını nəzərdən keçiririk. Paralel olaraq Yunanistan maliyyələşdirilmiş təbii qaz idxalı imkanlarını artırmaq istiqamətində də addımlar atır. Bununla yanaşı biz Azərbaycanın Yunanistan üçün uzun müddətli, etibarlı və dayanıqlı enerji təchizatçısı hesab edirik.